Gürcüstan və İspaniya Krallığının hüquq mühafizə orqanlarının əməkdaşları İspaniyada keçirilən xüsusi əməliyyat çərçivəsində 13 nəfəri saxlayıb. Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə polis əməliyyatı Gürcüstan polis attaşesi ilə fəal əməkdaşlıq şəraitində həyata keçirilib. Əməliyyatdan əvvəl iki ölkənin hüquq mühafizə orqanları arasında bir il davam edən intensiv koordinasiya aparılıb. İstintaq çərçivəsində müəyyən olunub ki, cinayətkar qruplaşma üzvləri İspaniyanın müxtəlif bölgələrində baş vermiş 27 mənzil oğurluğunda iştirak ediblər. Araşdırma zamanı məlum olub ki, qruplaşma iki fərqli qoldan ibarət olub. Mənzil oğurluqlarını birbaşa həyata keçirən Gürcü mənşəli şəxslər və oğurlanmış əşyaların müxtəlif şəhərlərdə satışını təşkil edən İspan qolu. İki ölkənin hüquq mühafizə əməkdaşları xüsusi əməliyyatı eyni vaxtda Madrid, Valensiya, Guadalajara və Alicante şəhərlərində ümumilikdə 9 fərqli ünvanda həyata keçiriblər. Faktla bağlı araşdırma İspaniya Cinayət Məcəlləsi ilə başladılıb. Saxlanılan şəxsləri 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.